13 yaşlı Səlbi Cəfərli ölüm xəbəri ilə bütün ölkəni məyus elədi. Atası Zaur Cəfərov vətən uğrunda döyüşlərə qatılmış, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı hərbi qənimət kimi ələ keçirib, tankın üzərinə şəhid olan döyüş yoldaşının adını həkk etdirmişdi. Körpə balasının böyrək çatışmazlığından əziyyət çəkməsi belə polkovnik leytenant Zaur Cəfərovu vətənin harayına qaçmaqdan saxlaya bilməmişdi. Bizlərə əmanət elədiyi balaca Səlbimiz dünən atasına qovuşdu. Bir müddət öncə şəhidlərin xatirəsinə həsr olunan tədbirdəki çıxışı hamını kövrətmişdi. Atam mənim və qardaşımın gözlərində problem olduğu bilərək vətənimizi, bayrağımızı seçdi. Atasından danışarkən bütün şəhid anaları başına toplaşmışdı. Şəhid generalımız Polad Həşimovun anası isə onu qucaqlayıb demişdi ki, övladını vətən yolunda şəhid verib. Bütün şəhid balaları onun da balasıdır. Buna görə də öz böyrəyini balaca Səlbiyə vermək istəyir. Özü bilə-bilə ki, onu ölümə aparırlar. Gelib öz canından keçib qanın tökəsə, mən Polad Həşimovun anası kimi böyrəklər uşaqlara verməyə lazım. Qeyd edək ki, polkovnik leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-una keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Şəhidimiz ölümündən sonra vətən uğrunda su qovuşanın azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilib. Allah hər ikisinə rəhmət eləsin.